Azərbaycan Göyçə istiqamətində irəliləyib. Ermənistanda Azərbaycan ordusunun Geqarkunik Göyçə istiqamətində yeni post qurduğu iddiaları geniş müzakirələrə səbəb olub. Axar Az Publika Azza istinadla xəbər verir ki, bu iddia hələ ötən ilin sentyabrında Postvoyna Telegram kanalında ortaya atılmışdı. Ermənistanın keçmiş ombudsmanı Birlik Qanadları siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyanın həmin vaxt mətbuat konfransı keçirərək məsələni gündəmə gətirmişdi. Ermənistan Müdafiə Naziri Suren Papikyan isə parlamentdə çıxışı zamanı Tatoyanın yalan danışdığını bildirmişdi. Birlik Qanadları siyasi təşəbbüsü iddianı yenidən gündəmə gətirib. Anti-sülh mövqeyi ilə tanınan bu birliyin üzvləri iddia edirlər ki, əllərində Azərbaycanın yeni mövqelər əldə etdiyini sübut edən peyk görüntülər var. Birliyin üzvü Narek Paronyan jurnalistlərə açıqlamasında iddia edib ki, Geqarkunik, eləcə də Sotk, Söyüdlü və Vardenis, Basar-Keçər istiqamətindəki mövqelərdə dəyişikliklər olub. Azərbaycan ordusu Geqarkunik istiqamətində yeni post qurub. Bununla yanaşı Sotk Qızıl Yatağı və Vardenis istiqamətində 8 kənd onların vizual nəzarəti altındadır. Müdafiə Nazirliyi bunu təkzib etsə də, peyk görüntülərinin araşdırılması zamanı faktlar ortaya çıxıb. Hər şey görüntülərdə təsdiqlənir, bunu təkzib etmək mümkün deyil, o deyib. Daha sonra jurnalistlərə göstərdiyi peyk görüntülərini Müdafiə Nazirliyinə təqdim edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məsələyə aydınlıq gətirib. Torosyan müxalifətin peyk görüntülərini təqdim etdiyi Azərbaycan ordusunun yeni postunun mövcudluğunu təsdiq edib, lakin qeyd edib ki, SSRI baş qərargahının xəritələrinə əsasən bu mövqe Ermənistan ərazisində yerləşmir. Məlumat səhvdir. Google Earth peyk xəritələri dövlət sərhədinin müəyyən edilməsi üçün hüquqi əsas ola bilməz. Bu xəritələrdə ciddi səhvlər var, o bildirib. Torosyan bildirib ki, Ermənistan dövlət sərhədini müəyyən edərkən SSRI baş qərargahının 1975-ci il tarixli 1.100.00 miqyaslı topoqrafik xəritələrindən istifadə edir. O, bu xəritələrin hüquqi qüvvəyə malik olduğunu və müvafiq dövlət qurumları tərəfindən təsdiqləndiyini qeyd edib. Əlavə edib ki, müxalifətin yaydığı görüntülərdəki mavi nöqtəli xətt Azərbaycan ordusunun yeni mövqeyini göstərir, lakin bura Azərbaycanın ərazisidir. Ermənistan Müdafiə Nazirliyi SSRI baş qərargahının 1975-ci il topoqrafik xəritəsinin ekran görüntüsünü də yayıb.